Dəvət zamanı, 15-ci qayda budur ki, dəvət zamanı zərurətləri ehtiyac miqdarında istifadə etmək. Dəvət zamanı zərurətləri ehtiyac miqdarında istifadə etmək. Bu da necədir? Yəni, bəziləri deyir ki, mən dəvətçiyəm və filan işi etməyə zərurət oldu deyə elədim. Baxırsan ki, hər şeydə bir bəhanə gətirir. Bu zərurət oldu, Yəni, bu zərurət qaydasını çox genişləndirmək lazım deyil. Bu onun mənası odur. Bu qaydanın mənası odur ki, elə hər məsələdə zərurət deyib, görürsən ki, adam harama girir, dəqiqə başı, addım başı harama girir, deyir ki, zərurətdir. Yəni, bu olmaz. Burada bu qaydanın loru dilində izah eləsək, yəni, adam tez-tez haramlar işləyir, günahlara düşür, deyir ki, zərurətdir, məcbur oldum. Hansısa haram işləyir, deyir, məsələn, dəvətçi deyir, hər nə oldu, üzünü, zaqqalını qırxır, deyir ki, zərurətdir. Hər nə oldu, namaz tərk olunur, hər nə oldu, dəvətdən uzaqlaşır, biraz qorxu olan kimi dəvətdən uzaqlaşır. Hər şeyi ikrah qaydası altına salır. Bilirsiniz, ikrah insan nədənsə qorxanda tərk edir. Nə oldu deyir, qorxdum. Bir də baxsan adam 5 ildir dəvət eləmir. Deyir ki, ikrah altındayım, dəvəti tərk edib. İnsan davamlı qorxu altındadır, davamlı vəsvəsə içindədir, dəvət eləmir Allaha. Halbuki dəvət, yəni insanın sorumluluğudur, insanın yükümlülüyüdür. İnsan, xüsusən dəvət məsuliyyətini üzərinə götürən insan dəvəti heç zaman tərk etməli deyil. Dəvət minimuma enə bilər, bəli. Müəyyən səbəblərdən insan təhsili davam edə bilər, insanın sıxıntıları ola bilər, ailə problemləri ola bilər, maddi sıxıntıları ola bilər. Dəvət minimuma enə bilər, problem yoxdur. Amma dəvət bir dəfəlik tərk oluna bilməz. Əgər bu dəvət tərk olunarsa, artıq elm əhli dəvət tərk eləyərsə, ümmət üzərindəki haqlarını yerə yetirməmiş olur. Necə ki, yemək içmək kimi, insan yemək içmək olmasa nə hala qalar? Dəvətçi də dəvət etməzsə, insanları irşad etməzsə, insanları aydınlatmazsa, Allahın dinini öyrətməzsə, ümmət nə hala qalar? Görün, indi dəvətçilər də hər bəhanədə, hər məsələdə, hər fürsətdə desə ki, zərurətdir, dəvət tərk elədim, zərurətdir, filan haram elədim, zərurətdir, belə elədim, günah işlədim və s. Artıq bu zərurət qaydasını adiləşdirməkdəndir, Allah qorusun. Və burada da, bu qaydada da ondan danışılır. Yəni, ilk öncə bu qaydanı genişləndirmək olmaz. Hər bəhanədə, hər fürsətdə bu qaydanı genişləndirmək olmaz. İlk öncə izah eləyək, hansı məsələdən söhbət gedir. O kəs ki, adi bir müsəlman hətta, əgər müsəlman olduğu üçün küfrə məcbur edilərsə, məsələn, elə bir yerdə yaşayır ki, orada qeyri-müsəlmanlardır. Müsəlmanlar azlıq təşkil edir və onu başının üstündə silahla məcbur eləsələr ki, bütə səzdə elə və yaxud da filan fironun şəklinə səzdə elə. Ola bilər də, başının üstündə tapanca ilə durublar ki, filan küfür sözü de və ya Allah'a inkar elə. Ola bilər, olur, tarixdə olub belə şeylər. Belə bir hal olarsa, müsəlmanın qəlbi iman üzərində sabit olaraq, imanla mutmain olaraq və qəlbində inkar edərək o sözü, küfür sözü deməsi icazəlidir. Quran ayəsindən sabitdir bu. Quran-ı Kərimdə buyurur ki, İllə mən ukrihə və qalbuhu mutmainnun bil iman. İlk öncə Allah Taala o kəs haqqında danışır ki, küfrə məcbur edilər, o kəsi küfrə məcbur edilər. Sonra istisna edir ki, kim ki küfrə məcbur edilər, ayədə Allah Taala qeyd edir ki, küfrə məcbur edilib, yəni küfr ilə razı olan kəs, Allah ona qəzəblənər və onu əzabla vəd edir, təhdid edir. Sonra istisna edir ki, İllə mən ukrihə və qalbuhu mutmainnun bil iman. Yalnız o kəs istisnadır ki, məcbur edilir küfür sözü deməyə və ya etməyə və onun qəlbi imanla mutmainlik tapır, imanla hüzur tapır onun qəlbi. Yəni, qəlbi dili ilə dediyini inkar edir. Dili ilə məsələn deyilir ki, Allah'a inkar elə, başının üstündə tapanca ilə durublar. İnkar etməsən səni öldürəcək deyir. Həmin məqamda həyatını qurtarmaq üçün, özünü xilas etmək üçün Allah'a inkar etməsi və lakin qəlbində imanı təsdiqləməsindən onu deyə bilər. Amma qəlbində Allah'ı təsdiqləyir. Dilində desə də qəlbi sızlılayır. Allah da onun qəlbini bilir, şək yoxdur. Belə olan halda problem yoxdur. Və bu da çox mühümdür. Görürsünüz necə bir istisnadır. Burada ikrah halı var.
Yəni insanı ikrah eləyir, yəni məcburiyyətdən insan bunu eləyir. Aydındır? Və həmçinin də əziz müsəlmanlar, şəriətdəki məcburiyyət, şəriətdəki zərurət deyiləndə hər zərurət qəsd olunmur. Məsələn, mən acdım, getdim orucumu pozdum. Belə şey olur, mən acdım, orucu pozdum. Bu zərurətdir ki, acmaq zərurətdir, orucu pozmaq üçün. Onsuz da oruç tutanda acırsan da. Mən acdım, getdim orucumu pozdum. Və yaxud da cavanlıq güc gəldi, getdim zina elədim. Belə olmur. Yəni, bu zərurət deyil. Azərbaycan dilində ola bilsin ki, zərurət sözü insanın bəzi ehtiyacları kimi başa düşülə bilər. Mən bunu, ola bilər kimsə izləsin bizi. Zərurət sözü dilimizdə insanın ehtiyacları ilə bağlı olan zəruri tələbatlar qəsd olunur bizim dilimizdə. Ona görə də şəriətdə isə zərurət deyildiyi zaman alimlər əsasən iki şeyi qəsd ediblər. İnsanın həyatı bir təhlükəyə düşməsi ki, ondan çıxmaq qəsd olunur, ya da ki, dünya və axirət xeyirlərindən məhrum eləyən səbəblər nəzərdə tutulur. Zərurət budur. Ya sənin dünyava zərər verən bir haldır, açıq bir şəkildə, ya axirətvə zərər verən bir haldır, açıq bir şəkildə. Aydındır? Bu iki hal qəsd olunur. Ya dünya və axirətvə zərər verən bir şey, ya da sənə həyatı təhlükə yaradan bir zərurət. İnsanın hər nəfsi istəyən şeyi etməsi və bu zərurətdir deyib, dəvətə və ya dəvət olunanlara zərər verməsi icazəli deyildir. Deməli, bununla da 15-ci qayda, İslama dəvətdə 15-ci qaydanın izahını yekunlaşdırırıq. O da dəvət zamanı zərurətləri ehtiyac miqdarında istifadə etmək.